Başlayaq. Müəllimlər, bizim bir iş üsullarımız var, bir də iş formamız var. İş üsulları daha çox bizim məqsədimizlə əlaqəli olduğu üçün şəxsiyyət yönümlüdür. Yəni, iş üsulu dediyimiz zaman biz nə edirik? İş üsullarını məqsədə əsasən müəyyənləşdiririk. Hansı ki, məqsədimizə xidmət edən bizim iş üsullarımız olacağı üçün iş üsulları daha çox olacaqdır şəxsiyyət yönümlü idraka yönəlik. İş formaları isə daha çox uşaqlara əsasən müəyyənləşdiyi üçün, hansı ki, qrupumuzda var asosial uşaqlar, hansı ki, var qrupumuzda sosial uşaqlar. Asosial uşaqlar üçün biz fərdi iş formasından istifadə edirik. Amma daha çox sosial uşaqlarımız üçün isə kollektiv, cüt, qrup iş formalarından istifadə edirik. Ona görə diqqət etməli olduğumuz məqam budur ki, biz qrupumuzdakı uşaqlara əsasən iş formalarını müəyyən elədiyimiz üçün iş formaları daha çox olacaq nə? Uşaq yönümlü. İş üsulları isə məqsədə əsasən müəyyənləşdirdiyimiz üçün olacaq şəxsiyyət yönümlü prinsipi. Və ümumiyyətlə müəllimlər 1-3 yaş, 3-6 yaş uşaqlar üçün bizim iş formalarımızda, iş üsullarımızda tamamilə fərqlidir. Belə ki, biz 1-3 yaşda olan uşaqlar üçün iş formalarımızı fərdi, yarım qrup və kollektiv olaraq müəyyənləşdiririk. 3-6 yaşlı uşaqlar üçün isə fərdi, cüt, qrup və kollektiv olaraq müəyyənləşdiririk. 1-3 yaşdakı uşaqlarımızda hələ əməkdaşlıq bacarıqları olmadığı üçün gördüyünüz kimi burada biz cüt və qrup sözünü işlətmirik. Çünki cüt və qrup iş forması daha çox əməkdaşlıq bağlarına əsaslanır. Yəni, ən yaxın əməkdaşlıq və yaxın əməkdaşlıq cüt və kollektivdə özünü göstərir. Amma 1-3 yaşlı uşaqlar hələ ətraf aləmi dərk etmə dönəmində olduğu üçün, daha çox ətraf aləmi kəşf eləmə dönəmində olduğu üçün, hələ onlarda təfəkkür prosesi və sosial-emosional cəhətdən də emosional, belə deyək, xüsusiyyətlər formalaşmadığı üçün onlarda əməkdaşlıq özünü göstərmir. Amma 3-6 yaşda artıq uşaqlarda həm təfəkkür, həm əməkdaşlıq özünü göstərməyə başlayır. Və beləliklə bizim var fərdi, yarım qrup və kollektiv 1-3 yaşda. Fərdi iş formasının əsas üstünlüyü nədir? Mən uşağa fərdi yanaşıram və bu fərdi yanaşma əsasında mən uşağın bütün potensial imkanını üzə çıxarda bilirəm. Deməli, birinci açar söz, potensial imkanların müəyyənləşdirilməsi. Bu birinci açar sözümüz fərdi iş forması üçün. İkinci açar sözümüz uşağın müstəqil fəaliyyətidir. Yəni, uşaqlar fərdi iş zamanı müstəqil fəaliyyət göstərə bilir. Deməli, ikinci açar söz nə olacaq? Avtomatik müstəqil fəaliyyət olacaq. Harada öz sözü varsa, harada sərbəst sözü varsa, harada diferensial tapşırıq sözü varsa, harada uşağın öz məsuliyyətini dərk etməsi varsa, bilin ki, bunlar aid olacaqdır bizim fərdi iş formamıza. Deməli, əsas açar məqamları nələr oldu fərdi işdə? Uşağın potensial imkanlarının müəyyənləşdirilməsi, müstəqil fəaliyyəti, daha sonra fərdi iş formasında uşaqlara diferensial tapşırıqların verilməsi, uşaqların daha çox özünü qiymətləndirməsi, bunlar hamısı fərdi iş formasının müsbətidir. Bir də fərdi işin çatışmayan cəhətləri var. Bəs bu çatışmayan cəhətləri nədir desək, çatışmayan cəhəti budur ki, vaxt çatışmamazlığı yarana bilir. Hansı ki, biz hər bir uşağa fərdi yanaşacağımız zaman avtomatik vaxt cəhətdən bizim üçün əlverişli olmayacaq. Tutaq ki, deyirəm, orta qrup üçün bizim 20 dəqiqə vaxtımız varsa, qrupumda da bir 15 uşaq varsa, mən 15 uşağa tək-tək tapşırıqlar verəcəyim zaman, bu zaman artıq vaxt cəhətdən həmin tapşırığın yerinə yetirilməsi o qədər də mümkün olmayacaq. Ona görə də vaxt cəhətdən çatışmamazlıq burada özünü göstərə bilər. Mənfi cəhətin biri bu. Digər mənfi çatışmamazlığı isə fərdi iş formasında uşaqlar arasında əməkdaşlıq olmadığı üçün və təcrübə mübadiləsi getmədiyi üçün məhdud təcrübə mübadiləsi deyirik. Yəni, təcrübə mübadiləsi olmur. Və bu da artıq uşaqlarda sosiallaşmanın, belə deyək, olmamasından qaynaqlanır. Bir də fərdi iş daha çox introvert uşaqlar üçün. Hansı ki, introvert nə deməkdir? Yəni, fərd daxili, özünə qapanıq, asosial uşaqlar üçün daha önəmli bir iş üsuludur. Və fərdi iş formasıdır, daha doğrusu üzr istəyirəm. Fərdi iş forması 1-3 yaş və 3-6 yaşda tamamilə fərqlənir. Məsəl üçün, əgər uşaq fəaliyyətdə təşəbbüskarlıq göstərirsə, artıq özünü qiymətləndirirsə, bu 3-6 yaşın fərdi iş formasıdır. Uşaq öz potensialını
dəyərləndirə, güclü və zəif tərəflərini tanıya bilirsə, bu da 3-6 yaşın fərdi iş formasıdır. Amma tapşırıqlar daha sadə, qısa və təkrar olunandırsa, bu 1-3 yaşın fərdi iş formasıdır. Fəaliyyət zamanı uşaq daim tərbiyəçinin belə deyək, nəzarəti ilə yönətməsinə ehtiyac duyursa, bu da 1-3 yaşın fərdi iş formasıdır. Amma artıq tapşırıq daha mərhələlidirsə, planlıdırsa və daha müstəqildirsə, bu artıq 3-6 yaşın fərdi iş formasıdır. Yəni gördüyünüz kimi fərdi iş forması 1-3 yaş və 3-6 yaşda fərqlənir. Deməli daha çox özünü qiymətləndirmə olaraq fərdi iş formasının üstünlüyü 3-6 yaşda özünü göstərəcək. Amma daha çox tərbiyəçiyə ehtiyac duyma, daha çox tərbiyəçinin yönətməsi, daha çox tərbiyənin belə necə deyərlər, əsas faktor kimi götürülməsi 1-3 yaşda özünü göstərəcək. Yarım qruplar iş formasının da əsas xüsusiyyəti budur ki, biz uşaqları yarım qruplara bölürük. Məsəl üçün, qrupumuzda 16 uşaq varsa 8-1 şəkildə yarım qruplara bölüb fəaliyyətlərimizi təşkil edirik. Yarım qruplarla iş forması daha çox vaxta qənaət etmək cəhətdən əlverişlidir və yarım qruplarda nə əməkdaşlıq yoxdur, nə də sosiallıq yoxdur. Sadəcə olaraq vaxta qənaət etmək üçün 1-3 yaşda istifadə etdiyimiz bir iş formasıdır. Gəldik cütlərə. Cütlər bilirsiniz, 3-6 yaşda istifadə olunan bir iş formasıdır və cütlər iş formasının əsas xüsusiyyəti nədir? Baxın, açar sözlərini deyəcəm. Harda bir-birinə kömək, harda dostlaş, cütləş, bölüş kimi fikirləri görsəz, harda ən yaxın əməkdaşlıq görsəz, harda uşaqların bir-birinin qarşısında öz məsuliyyətini dərk etməsini görsəz, harda uşaqların bir-birinə kömək etməsini görsəz, zəif uşaqların güclü uşaqlardan öyrənməsini görsəz, empatiya hissinin uşaqlarda formalaşmasını görsəz, qarşılıqlı şəkildə fikir mübadiləsini görsəz, bilin ki, bu cütlər iş formasında özünü göstərəcək. Qısaca yoldaşlıq, tərəfdaşlıq, daha sonra hətta qardaşlıq, bircəlik, ən yaxın əməkdaşlıq, yoldaş qiymətləndirməsi görsəz, yəni uşaqlar bir-birini qiymətləndirə bilir. Harda? Cütlər iş formasında. Bu da yadınızda qalsın. Çatışmamazlıqları nələrdir desək? Məsəl üçün, qrupumuzda 2 uşaq var, Aydanla Gülər. Bu uşaqlar heç cürə yola getmir. Yəni, bir-birləri ilə həmişə konflikt halındadır. Mən bu uşaqlara cütlər iş formasını versəm, əlbəttə ki, cütlər iş forması onlarda alınmayacaq, yəni effektiv olmayacaq. Deməli, mən cütlər iş formasını verəcəyim zaman nə etməliyəm? Uşaqların konfliktli olub-olmadığına, mübahisəyə maraqlı olub-olmadığına da nəzər yetirməliyəm. Bu da onun çatışmamazlığıdır. Yəni, konfliktli uşaqlar üçün bu iş forması effektli olmayacaq və rəy vermə bacarığı uşaqlarda olmadığı zaman bu iş forması uğursuz olur. Bəzən də asıllıq yarada bilər. Məsəl üçün, uşaqlar cütlər iş formasında həmişə eyni uşağı tələb edə bilər. Bu da uşaqlarda asıllıq probleminə gətirib çıxara bilər. Gəldik qruplar iş formasına. Qruplar iş forması isə müəllimlər, uşaqlarda daha çox yaxın əməkdaşlıq əsaslanır. Bir var ən yaxın əməkdaşlıq, bir də var yaxın əməkdaşlıq. Ən yaxın əməkdaşlıq cütlərdədir. Amma yaxın əməkdaşlıq qruplardadır. Qruplar iş formasının əsasında uşaqlarda daha çox nə olacaq? Müstəqil düşüncə olacaq, müxtəlif düşüncə olacaq, müxtəlif fəaliyyətlər olacaq. Deməli, müstəqil fəaliyyət fərdidə, amma müstəqil düşüncə uşaqda artıq müstəqil düşüncə qruplardadır. Baxın, bunu diqqətlə yadınızda saxlayın ki, sabah imtahanda müstəqil fəaliyyəti qrupa, müstəqil düşüncəni fərdiyə götürməyəsiniz. Müstəqil düşüncə qruplarda, amma müstəqil fəaliyyət fərdidədir. Yaddaşınızda qalsın. Və qruplarla iş zamanı uşaqlarda daha çox yaxın inkişaf zonası güclənir. Yəni, yaxın inkişaf zonasını video izahlarından baxmısınızsa, Vygotsky nəzəriyyəsini izah eləmişəm. Uşağın bildiyi və bilmədiyi arasındakı zonadır və burada müəllimi uşaqlara scaffolding edir. Deməli, yaxın inkişaf zonasının daha çox aktual olduğu iş forması hansı iş forması olacaq? Qruplar iş forması olacaq və qruplar iş formasında biz çalışmalıyıq ki, uşaqların hər birinə fərqli fəaliyyət verək. Məsəl üçün, uşaqlara bugün meyvələri öyrədirəm. Meyvələrdən alma, nar, bir də tutaq ki, deyirəm, kivi olsun. Uşaqlara hər bir qrupa bu meyvələrin adını verirəm.
Məsəl üçün, alma qrupu, nar qrupu, kivi qrupu. Bir qrupda olan 3 uşaq, biri kivi haqqında məlumat verəcək, biri kiviyə aid rəsm çəkəcək, biri isə kivini canlandıracaq obraz olaraq. Gördüyünüz kimi, qruplarla iş formasında hər bir uşaq müxtəlif fəaliyyət yerinə yetirdi. Deməli, müxtəlif fəaliyyətin özü də harda olacaq? Qruplarla iş formasında olacaq. Bu belə. Müsbət tərəfi nə olacaq? Bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaradır. Yaxın inkişaf zonası güclənir. Yaxın əməkdaşlıq buradadır. Müstəqil fikir söyləmək buradadır. Dinləmə imkanı buradadır. Rəngarəng ideyalar buradadır. Fərqli fikirlər, müxtəlif fəaliyyətlər qruplarla iş formasındadır. Gəldik kollektivə. Bəs kollektivdə necə? Müəllimlər, kollektiv iş forması isə daha çox hamının bir məqsəd ətrafında birləşməsidir. Məsəl üçün, bir dənə böyük bir rəsm götürə bilərsiniz. Həmin böyük rəsmi uşaqların hamısı rəngləyəcək. Yəni, artıq uşaqlar hamısı bir rəsmə köklənib, o rəsmin boyanmasına özlərini, belə deyək, ora sərf edəcəklər. Öz, belə deyək, enerjilərini ora sərf edəcəklər. Buna deyirik kollektiv. Yəni, kollektivdə artıq hamı bir məqsəd ətrafında rol mübadiləsi aparacaq. Buna deyilir kollektiv iş forması. Kollektivdə də işləməyin sayəsində uşaqlarda bircə fəaliyyət göstərmək, kommunikativ bacarıqların inkişafı təmin edilir. Baxın, kollektiv, kommunikativ. Yadınızda qalsın. 2K. Kollektiv, kommunikativ. Bu formada yaddaşınızda həcc olunsun. Kollektivlə işin əsasında uşaqlarda bircə fəaliyyət, kommunikativ bacarıq, kollektiv tərbiyə və məsuliyyət hissi, bir də diferensial mühit və gözləmə vaxtı formalaşır. Deyə bilərsiniz, müəllimə, diferensial mühit nədir? Diferensial tapşırıq nədir? Müəllimlər, diferensial mühit, bu gün mən qrupda olmaya bilərəm. Ola bilər, məni müdür çağıra bilər. Düzdür, indi deyəcəksiniz, dayəni biz qoymalıyıq uşaqların yanında. Dayəni qoya da bilərik, indi qoymaya da bilərik. Əsas odur ki, müəllimə proaktiv olsun. Yəni, proaktiv nə deməkdir? Hər şeyi əvvəlcədən düşünən, əvvəlcədən qaydasını, prosedurunu quran müəllimə proaktiv müəllimədir. Əgər müəllimə proaktivdirsə, diferensial mühit hazırdır demək. Diferensial mühit nədir? Mən qrupda olmayacağam, amma uşaqlar sanki mən qrupdaymış kimi davranacaq. Yəni, uşaqlarımız sanki mən qrupun içərisindəymişəm kimi özlərini aparacaq. Bu artıq nədən xəbər verir? Bu artıq bizə müəllimənin diferensial mühitin necə gözəl qurmasından xəbər verir. Müəllimənin necə proaktiv müəllimə olmasından xəbər verir. Və ona görə də kollektiv iş formasında müəllimə oldu, olmadı. Uşaqlar diferensial mühiti təmin etməlidir. Deməli, diferensial mühit daha çox uşaqlara əsaslanır. Amma diferensial tapşırıq isə müəllim və uşağa əsaslanır. Hansı ki, tapşırığı kim verir? Müəllimə. Deməli, diferensial tapşırıq deyəndə müəllimə və uşaq, amma diferensial mühit deyəndə sadəcə uşaqlar nəzərdə tutulacaq. Və yaxud diferensial mühitə belə də bir nümunə deyə bilərəm. Uşaqdır, gəlincik güşəsindən oyuncağı alır, gətirir, daha sonra aparır oynadıqdan sonra, işi bitdikdən sonra gəlinciyi qaytarır yerinə qoyur. Deməli, artıq müəllimə mühiti çox gözəl qurub. Diferensial mühiti qoruyaraq, uşağa müəllimə demədən uşaq özü aparıb artıq oyuncağı istifadə edib bitirdikdən sonra öz yerinə qaytara bildi. Deməli, artıq burada müəllimə diferensial mühiti qurmuş müəllimədir. Bu da belə. Kollektiv iş zamanı uşaqlarda daha çox xaotik səs-küy olur. Qruplarla iş formasında isə mənfi cəhət kimi daha çox işgüzar səs-küy olur. Bu da onun mənfi cəhətlərindəndir. Bu belə. İndi gəlin, bura qədər sualınız varmı müəllimlər? Qaranlıq qalan bir məqam varmı sizlər üçün? Yoxdur ki. Əla. Onda qayıdaq. Aşağı sevəcəm. Hər vaxtınız xeyir can. Siz sağ. Aha. 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 Yox, fərqli tapşırıq olmalıdır. Yəni, fərqli tapşırıq. Bayaq izah etdiyim kimi, məsəl üçün, Günel müəllimə, dediyim kimi, uşaqları bölümsüz qruplara.
alma qrupu, heyva qrupu, nar qrupu, indi belə bir şey deyək. Alma qrupunda olan uşaqlar almanı müxtəlif cür, yəni müxtəlif fəaliyyət nə deməkdir, müxtəlif fikir nə deməkdir? Baxın, ola bilər sizin bir uşağınız vizualdır. Yəni Vako üzrə vizual uşaqdır. Vizual öyrənməyi sevir. O uşağa verə bilərsiniz rəsm çəkməyi. Yəni almanın rəsmini çəksin. Digər uşağınız audialdır. O uşağa verə bilərsiniz ki, qrup işi zamanı alma haqqında sizə məlumat versin və yaxud alma haqqında bir şeir desin, bir kuplet. Digər uşaq isə kinestetikdir. Həmin kinestetik uşağa isə daha çox rollu oyun formatında bir almanın canlandırılmasını verə bilərsiniz ki, beləliklə siz artıq uşaqlara fərqli fəaliyyətlər verməklə həm interaktiv təlimi reallaşdırırsınız, həm də uşaqların öyrənmə tərzində nəzərə alıb bir növ orada artıq onu da nəzərə alıb uşaq yönümlülüyü də qorumuş olursunuz. Aydın oldu mu? Bir qrupun içində. Qrup içərisində. Yəni qrupun bəli, qrup içində fərdi yox. Qrupun xüsusiyyəti budur ki, qrup içərisində uşaqlar müxtəlif fikir və müxtəlif fəaliyyətləri yerinə yetirməlidir. Yəni hamı eyni işi görməməlidir. Hamı eyni işi görürsə o kollektivdir. Qrupda isə hamı müxtəlif fəaliyyətlə məşğul olacaq. Yəni bir var müstəqil fəaliyyət, o qrupla fərdidədir. Bir də var müxtəlif fəaliyyət. Müxtəlif fəaliyyət artıq qrupdadır. Siz sağ olun. Yox. Artıq orada uşaqlar müxtəlif şəkildə, müxtəlif fəaliyyətlər yerinə yetirməlidirlər. Hamı eyni şəkildə fəaliyyətlə məşğul olsa, hazır onda mən qrupun hamısını bir yerə toparlayıb onlara kollektiv iş formasını verərəm də. Amma qrupun özəlliyi budur ki, qrupun üzvləri öz işlərini müxtəlif formada, həmin mövzuya uyğun bizə çatdırsın. Aydın oldu mu? Bəli, fərqli fəaliyyət. Bəli, o artıq sizin özünüzün, necə deyərlər, evristik metodunuzdur. Yəni, necə istəyirsinizsə, artıq onu qrupa uyğun siz özünüz uyğunlaşdırırsınız. Amma əsas odur ki, müxtəlif fəaliyyət olsun. Aydın oldu mu? Aha. Aha. Tək edir. Tək edirlər. Kollektiv, müəllimə, baxın, hamı otura bilər. Amma hamının qarşısında ayrı-ayrı bir şəkil varsa, daha doğrusu eyni şəkil belə olsa, hamı onu özü fərdi rəngləyirsə, bu fərdidir. Amma hamının önündə bir dənə bütöv şəkil və uşağın biri onun gözünü rəngləyir, biri qaşını, biri ayağını, biri qolunu. Bəli. Yəni artıq hamısı eyni bir klaster kimi deməyək, yəni bütöv bir şəkil götürün, böyük bir rəsm. Verirsiniz onu kollektiv iş formasında uşaqların hamısına və uşaqlar hamısı o şəklin ətrafında əyləşir. Biri onun gözünü rəngləyir. Cəm halda hamısı bir şəklə. Bəli, cəmləşib hamısı bir şəklə. Siz sağ olun. Bu artıq olacaq kollektiv iş forması. İndi müəllimə, 1-3 yaş üçün bizim iş üsullarımız var. Hansı ki, süjeti rollu oyunlar, didaktik oyunlar, bir də hərəkətli oyunlar. Və bunlar 1-3 yaş üçün istifadə olunan iş üsullardır. Çünki bilirsiniz, 1-3 yaş daha çox uşaqların, o bayaq dedim sizə, hələ tam dərk elədikləri bir dönəm olmadığı üçün biz onlara oyunlar formasında iş üsullarını tətbiq edirik. Yəni, hansı ki, süjeti rollu oyunlar iş üsulu, hansı ki, hərəkətli oyunlar iş üsulu, hansı ki, bizim didaktik oyunlar iş üsulu şəklində və bunun mahiyyəti uşağı daha çox təfəkkürə yönəltmək yox da, daha çox uşaq yönümlülük prinsipinin tələblərini qoruyaraq təlimdə uşaqların müəyyən dərəcədə artıq nələrəsə yiyələnməsi, yəni sırf olaraq zehni fəaliyyət yükləmək deyil, sadəcə uşağın marağını, meylini oyun əsasında onlara nələrsə öyrətmək. Ona görə də oyunlar iş üsulundan istifadə edirik. Gəlin, baxaq birinci növbədə süjeti rollu oyunlara. Müəllimlər, süjeti rollu oyunlar 1-3 yaşdadır, rollu oyunlar 3-6 yaşdadır. Və süjeti rollu oyunlar iş üsulunda
uşaqlar problemlərə müxtəlif nöqteyi nəzərdən yanaşmağı artıq bu iş üsulu onlardan tələb edir. Və bu üsul uşaqlara hadisələrin iştirakçısı olub mövcud vəziyyətə baxmaq imkanı verir. Baxın, fikir verirsinizmi? Nə deyir? Mövcud vəziyyətə baxmaq. Amma birazdan biz rollu oyunlarda deyəcəyik. Mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı. Süjeti rollu oyunlarda uşaq hələ mövcud vəziyyətə öz gözü ilə baxır. Ya anasını canlandıracaq, ya babasını canlandıracaq, ya maksimum müəlliməsini canlandıracaq. Yəni hələ öz çevrəsindəkilərlə kifayətlənir. Yalnız öz çevrəsində olanları uşaq canlandırır. Amma 3-6 yaşın rollu oyununda artıq istədiyi personaj, istədiyi qəhrəman, istədiyi bir növ oğrunu, doğrunu, kim istəyirsə onu canlandıra biləcək. Ona görə də indidən fərqi sizə izah edirəm ki, birazdan çətinlik yaşamayaq. Bizim 1-3 yaşlı süjeti rollu oyunlarımızda uşaq məsələlərə öz gözü ilə yanaşır. Amma 3-6 yaşda artıq başqalarının gözü ilə də yanaşa bilir. Və burada tərbiyəçi müəllim uşaqlara suallar qoyur. Bir də ən çox bizim quiz botda müəllimlər deyir ki, ay müəllimə, orada bir test var idi, məncə o səhvdir. Deyir, amma hansı test idi? Deyir ki, böyüklərin köməyi ilə öz oyunu üçün oyuncaqlar seçir. Hansı iş üsulunda? Müəllimlər bunu həmişə səhvə yol verir. Bu, baxın, görürsünüzmü? Qeyd olunub. Böyüklərin köməyi ilə öz oyunu üçün oyuncaqlar seçmək hardadır? Süjeti rollu oyunlardadır. Bu süjeti rollu oyunun əsas açar sözləridir. Yadınızda belə qalsın. Gəldik hərəkətli oyunlar. Bir də süjeti rollu oyunlar bizim 3-cü inkişaf sahəmizə aiddir. Yəni estetik yaradıcı inkişaf sahəsinə aiddir. Çünki yaradıcılıq var, təxəyyül var. Hərəkətli oyunlar fiziki inkişafa aid olacaq. Didaktik oyunlar isə bizim bir növ şəxsiyyət yönümlü prinsipin tələblərini qoruduğu üçün idraki inkişaf sahəsinə aid olacaq. Hərəkətli oyunlarda biz hələ uşaqlarda qığırdaq sümükləşmədiyi üçün, yəni hələ uşaqlarda sümükləşmə prosesi hansı ki getmədiyi üçün biz onlara daha çox sadə məzmunlu hərəkətlərdən istifadə edirik. Və bu sadə məzmunlu hərəkətlər daha çox əvvəlcə kiçik qruplarda, sonra isə bircə təşkil olunur. Sabah sual verə bilər. 1-3 yaşlı qrupda hansı iş üsuludur ki, əvvəlcə kiçik qruplarda, sonra isə bircə təşkil edilir? Bilin ki, hərəkətli oyunlardır. Gəldik didaktik oyunlar. Didaktik oyunlar, müəllimlər, daha çox bilirsiniz, didaktik oyunlar stolüstü çap oyunlar vasitəsilə məktəbə qədər də özünü göstərir. Hansı ki, biz burada oyuncaqlarla, stolüstü çap oyunları ilə, puzzle'larla uşaqların qavrayışını, diqqətini, təfəkkürünü, təxəyyülünü, üstəgəl kiçik motorikasını inkişaf etdiririk. Və bu sayədə, müəllimlər, səslərə diqqət edin, uşaq oyuncağı hissələrə ayırır, yığır və bu formada uşaqda bayaq sadaladığımız, biraz bundan qabaq sadaladığımız hansı ki o təxəyyül, təfəkkür, diqqət, onların hamısı kompleks formada inkişaf etmiş olur. Bu bizim 1-3 yaşlı üçün iş üsullarımızda. Hansılar oldu müəllimlər? Süjetli rollu oyunlar, hərəkətli oyunlar, didaktik oyunlar. Və qeyd edim ki, bu iş üsulları artıq 3-6 yaşda istifadə edilməyəcək. Onların əvəzinə artıq 3-6 yaşda uşaqlarda təfəkkür, idrak, məntiq, yavaş-yavaş ixtiyari diqqət inkişaf etdiyi üçün artıq biz uşaqlarda tamamilə başqa iş üsullarından istifadə edəcəyik. Bəs bunlar hansılardır desəz, bunlar əqli hücumdan başlayaq. Birinci növbədə əqli hücum. Əqli hücumun digər adı beyin həmləsidir. Və əqli hücum uşağın idrakını oyadan bir iş üsuludur. Əqli hücum uşağın idrakını oyadır. Yəni necə? Məsəl üçün, mən bugün uşaqlar üçün motivasiya qurmaq istəyirəm və məşğələyə giriş edirəm. Əlimdə bir dənə və yaxud bir neçə dənə çubuq olsun və həmin çubuqları uşaqlara göstərib soruşuram. Uşaqlar, sizcə mənim əlimdəki çubuqlardan nə hazırlamaq olar? Uşaqların hərəsi bir fikir söyləyir. Deməli, mən burada neynədim? İdeyaları topladım. Deməli, əqli hücum iş üsulunun birinci açar sözü nə olacaq müəllimlər? İdeyaların toplanması, kimdə hansı fikir var, söylənməsi, fikirlərin sərbəst formada ifadə olunması. Fikir verirsinizmi? Bircə səy nəticəsində, yəni bütün qrupun bircə səy nəticəsində mənim ortaya atdığım problemin bir neçə həllinin işlənib hazırlanması və uşaqlarda problemli situasiyanın
həll yollarını tapmaq. Baxın, problemli situasiya deyirəm. Bir çox müəllimə problemli situasiyanı görən kimi problemli vəziyyət götürür. Amma səhvə yol verirlər. Sonra da gəlib deyirlər ki, müəllimə, testdə səhvlik var. Amma testdə səhvlik yoxdur. Çünki niyə görə yoxdur? Baxın, bir dənə əqli hücumun içərisində nə yer alır? Fikir verirsinizmi? Problemli situasiya yer alır. Və problemli situasiya bizim motivasiya mərhələsinin digər açar sözüdür. Və əqli hücum ən çox hansı mərhələdə istifadə olunur? Məşğələnin ilkin mərhələsi olan motivasiya mərhələsində istifadə olunur. Deməli, onda problemli situasiyanın qoyuluşu desə, fikir müxtəlifliyi yaratmaq desə, fikrin müxtəlifliyinin zəruriliyini qəbul etmək desə, uşaqlarda fəallığın artırılması desə, ideyaların toplanması və üstəgəl uşaqlarda yaradıcı düşüncənin inkişaf etdirilməsi desə, deməli bu əqli hücum iş üsulu olacaqdır. İndi müəllimlər, qısa formada desək, əqli hücumda nələr yer alacaq? Bircə səy, 1. Müxtəlif fərziyyələr, 2. Problemli situasiya, 3. Daha sonra yaradıcı düşüncə, 4. Daha sonra uşaqlarda fəallığın artırılması, 5. İdrakin oyadılması, 6. Daha sonra təlim fəaliyyətinin stimullaşdırılması, 7. Öz fikirlərini sərbəst ifadə etmə imkanı, 8. Daha sonra demək olar ki, bu iş forması motivasiyanın bütün açar sözlərini özündə birləşdirir. Hansı ki, motivasiya nələrə aiddir? Müstəqil tədqiqat, müxtəlif fərziyyə, daha sonra yaşa müvafiqliyin nəzərə alınması, bir də uşağın öz bacarığını nümayiş etdirilməsinə sövq etmək. Bunlar hamısı motivasiya mərhələsinin açar sözləridir və əqli hücuma birbaşa olaraq diktə edə bilərsiniz. Bu bizim əqli hücumumuz. Və bütün məşğələlərdə də istifadə oluna bilən iş üsuludur. Və bunu da qeyd edim ki, əqli hücumda heç vaxt negativə köklənmək olmaz. Sən səhv dedin, sən düz dedin, sən doğru dedin, olmaz. Həmişə necə olmaq lazımdır? Hamının fikrini toplayırıq, ən sonda müzakirəyə icazə var. Yəni, əqli hücumda tənqidi düşüncə yoxdur. Tənqidi düşüncə nədir? Sən səhv dedin, əsaslandır, sən düz dedin, niyə dedin? Bu yoxdur əqli hücumda. Əqli hücumda yaradıcı düşüncə var, uşağın fəaliyyətinin stimullaşdırılması var. Bu da yaddaşınızda qalsın. Əqli hücuma da aid bir nümunə desək, daha çox uşağın yaradıcı düşüncəsinə aid nümunələr. Məsəl üçün, uşaqlar bir çox iş üsullarında problem var, amma əqli hücumda daha çox problem qoyulur və problemə aid müxtəlif fərziyyələr toplanır. İndi birazdan deyəcəyim iş üsullarında isə tamam fərqlidir. Gəldik tapmacaya. Müəllimlər, tapmaca çox mənim ən sevdiyim iş üsullarından biridir. Tapmaca daha çox belə deyim sizə, mən əsas formalarını qeyd edim ki, daha yaxşı yadınızda qalsın. Onsuz da hamınız bilirsiniz ki, dairədə, lövhədə bir kart asılır. Kartın arxasında yeni mövzu ilə bağlı açar söz mahiyyətini daşıyan bir söz olur, şəkil olur. Uşaqlara şəkil olmayan tərəf çevrilir. Uşaqlar şəklin arxasında olan həmin anlayışı tapmaq üçün müəllimə onlara bir neçə dənə xüsusi yönləndirici sözlər deyir. Uşaqlar tapır və s. və ilaxır. Amma bizə lazım olan hissələr nələrdir əsas etibarilə? Yadınızda qalsın. Tapmaca iş üsulu dedektiv bir iş üsuludur. Tapmaca iş üsulu daha çox gizlədilmiş anlayışın tapılmasına xidmət edir. Tapmaca iş üsulu daha çox induktiv iş üsuludur. Yəni induktiv nə deməkdir? Məsəl üçün, deyirəm ki, uşaqlara bir tapmaca deyirəm. Uşaqlar həmin tapmacanın ümumi qaydasını tapırlar. Yəni, mən onlara sadəcə onun nümunələrini deyirəm. Uşaqlar isə onu qayda formasında mənə geri qaytarır. Yəni, qaydanı sonda deyiriksə, bu induktivdir. Amma qaydanı əvvəldə deyiriksə, bu deduktivdir. Ona görə də bizim tapmaca iş üsulumuz daha çox induktiv xarakter daşıyır. Və burada əsas məqam nədir? Hansı ki, bir çox müəllimə bilmir. Burada açar sözümüzdən biri də yönəldici sözdür. Məsəl üçün, yönəldici söz görən kimi avtomatik mən tapmacanı tapıram. Daha sonra uşaqlara anlayışın düzgün tapılmasında fəallıq göstərənlərin qeyd olunması bu bir. Bir də çətinlik yaşayan uşaqlara öz fikirlərini əsaslandırmaq üçün imkanın yaradılması 3. Deməli, çətinlik yaşayan uşaqlar sonda öz fikirlərini əsaslandırmaq üçün imkan əldə edirlər. Məsəl üçün, uşaq fikri səhv tapırsa, deyirəm əsaslandır görüm, niyə görə onu götürdün?
Artıq avtomatik burada uşaq öz fikrini əsaslandırmaq üçün imkan əldə etmiş olur. Üzr istəyirəm. İndi növbəti iş üsulumuz nağıl etmədir. Nağıl etməni nəql etmə kimi də ifadə edirik. Daha çox bədii təfəkkür məşğələsi ilə əlaqəli bir iş üsuludur və uşaqları daha çox dinləmə bacarığını inkişaf etdirir və burada məlumat tərbiyəçi müəllimədən uşağa ötürülür. Və bu üsuldan məşğələdə mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədi ilə istifadə edirik. Və burada əsas diqqət mərkəzində olan məqamlar nələrdir? Nağıl etmə 10-15 dəqiqə ərzində təşkil olunmalıdır. Nağıl etmə zamanı biz əsasən uşaqlar üçün əyani vəsaitlərdən istifadə etməliyik və burada ardıcıllıq gözlənməlidir. Baxın, ardıcıllıq deyirəm, ha. Bir də var, məntiqi ardıcıllıq. Burada ardıcıllıq gözlənir. Amma suallar iş üsulunda birazdan deyəcəm. Məntiqi ardıcıllıq gözlənir. Bu da bir açar sözdür sizin üçün. Ardıcıllığı gözləmək nağıl etmədə, məntiqi ardıcıllığı gözləmək isə suallar iş üsulunda özünü göstərəcəkdir. Burada daha çox süjetli şəkillərdən istifadə edirik. Burada müəyyən bir zaman ardıcıllığını qorumaq lazımdır. Burada tərbiyəçi müəllimdən məlumatın ötürülməsi prosesi həm suallar verməklə, həm də vizual uşaqların öz üzlərinin ifadələri ilə, jesti ilə müşahidə etməklə tənzimlənəcək. Bu da nağıl etmə. Yəni, əsas açar sözü uşaqlarda dinləmə bacarığıdır. Mövzu ilə bağlı məzmunu zənginləşdirməkdir. 10-15 dəqiqə ərzində aparılmasıdır. Daha sonra ardıcıllığı gözləməkdir. Süjetli şəkillərdən istifadə etməkdir. Əyani və texniki vəsaitlərdən istifadə etməkdir. Və sair və ilaxır bu formada yadınızda qalsın. Gəldik əsas iş üsullarından birinə. Hansı ki, müəllimlərin ən çox çətinlik yaşadığı bir iş üsuludur. Ki, müəllimlər müzakirə ilə əqli hücumu, bəzən də müzakirə ilə problemli vəziyyəti qarışdıra bilir. İndi bugün əlimdən gəldiyi qədər açar sözlər vasitəsilə izah edəcəm. Və sizlər də mənim dediyim açar sözləri xüsusilə qeyd dəftərinizə etsəz, imtahanda ondan kənar heç nə düşməyəcək. Yəni, bunun garantisini indi burada verirəm. Və hansı ki, MİQ imtahanına müəllimlərimi hazırlaşdırdığım zaman da demişdim və onlar onun demək olar ki, mənim belə deyək, imtahandan yüksək nəticə göstərən müəllimlərimin hamısı iş üsulu, iş forması və digər mövzuları açar sözlər vasitəsilə çox gözəl bir formada tapmışdılar. Ona görə məktəbə qədərin kurikulumunu öyrənməyin yeganə yolu açar sözlərdir. Nə qədər açar sözlərlə mövzuları mənimsəsəz, bu sizin üçün daha faydalıdır ki, artıq orada testlər uzun-uzadı verilir. Yəni, diaqnostikada iştirak edənlər bilir. MİQ-də iştirak edənlər çox gözəl bilir ki, suallar uzun formada verilir ki, müəllimənin vaxtını alsın və müəllimə artıq düşünə-düşünə qalaraq vaxt itirsin. Amma açar sözü bilən müəllimə avtomatik orada bir dənə təhlil, təklif sözünü görən kimi avtomatik deyəcək bu müzakirədir. Artıq bu başqa iş üsulu ola bilməz. Çünki artıq bilir qaydanı. Ona görə də bizim sistemimiz əsaslanır açar sözlərə. İndi müəllimlər, müzakirə deyilən zaman burada nələr var? Burada daha çox bir mübadilə var. Məsəl üçün, əqli hücumda nə dedik? İdeyaların toplanması var dedik. Amma müzakirədə ideya toplanması deməyəcəyik. Burada isə deyəcəyik ki, ideya, məlumat, təəssürat, təhlil, təkliflərin qarşılıqlı mübadiləsi. Yəni, artıq burada bir fikir mübadiləsi gedir. Burada mövzu ətrafında ideya, burada mövzu ətrafında təəssürat, burada mövzu ətrafında təhlillər gedəcək. Yəni, artıq burada tənqidi düşüncə olacaq. Baxın, yaradıcı düşüncə, kreativ düşüncə olacaq əqli hücumda, tənqidi düşüncə olacaq harda? Müzakirədə. Onda deməli, müzakirədə yaradıcılığa yer yoxdur, əqli hücumda tənqidiliyə yer yoxdur. Müzakirədə dəyərləndirmə var, əqli hücumda dəyərləndirmə yoxdur. Bu belə. Müzakirədə əsaslandırma var, əqli hücumda əsaslandırma yoxdur. Müzakirədə problemi təhlil edərək qərar qəbul etmə var, əqli hücumda yoxdur. Deməli, müzakirədə digər bir açar sözümüz nədir? Qərar qəbul etmə. Baxın, bunu xüsusilə yazırsınız. Qərar qəbul etmək. Harda gördünüzsə, avtomatik müzakirədir. Problemli vəziyyət deyil, ha. Bu nədir? Müzakirədir. Problemi təhlil edərək qərar qəbul etmək harda olacaq?
müzakirədə olacaq. Daha sonra müəllimlərin bilmədiyi, təlimçilərin bilib də bəzən demədiyi məqam qazandığı bilik və bacarıqları təcrübədə tətbiq etmə imkanını uşaqların əldə etməsi. Hansı ki, müzakirə vasitəsilə uşaqlarımız qazandığı bilik və bacarığı təcrübədə tətbiq etmə imkanı əldə edir. Hansı iş üsulunda? Müzakirədə. Deməli, baxın, problemi təhlil edib həll yolunu tapmaq. Yəni, düzgün qərar qəbul etmək, müzakirə. Təəssürat, təhlil, təkliflərin qarşılıqlı mübadiləsi, müzakirə. Uşaqlarda ünsiyyət bacarığı. Baxın, kommunikasiya. Kommunikasiya iş formalarından hansı iş formasında oldu? Kollektivdə. Bəs iş üsullarından hansında olacaq? Müzakirədə. Görürsünüzmü? Necə bir-biri ilə zəncirvari formada bağlıdır. Bir mövzunu bilməsəz, avtomatik digərində büdrüyəcəksiniz. Ona görə sistemli bir formada mövzuları öyrənməlisiniz ki, avtomatik səhvə yol verməyəsiniz. Bu belə. Daha sonra müzakirədə kommunikasiya var deyə, burada daha çox uşaqlara biz açıq suallar verməliyik. Açıq sual nədir? Açıq sual. Bir var qapalı sual. Açıq sual budur ki, ucu açıq. Yəni, necə? Deyirəm ki, ay uşaqlar, sizcə biz vətəni niyə sevməliyik? Avtomatik hamı öz düşüncəsini deyəcək və öz fikrini əsaslandıracaq. Bir də var deyirəm, bizim bayrağımızın neçə rəngi var? Hamı bilir, bayrağın 3 rəngi var. Bu artıq qapalı sualdır. Çünki hamı tərəfindən cavabı bilinir. Amma mənim birinci verdiyim sualın isə artıq hamı tərəfindən özünə məxsus cavabı var. Buna deyilir açıq sual. Deməli, müzakirədə yalnız və yalnız açıq suallar olmalıdır. Qapalı sual olmamalıdır. Müzakirədə, yəni bəli, xeyr, hə, yox kimi cavablar qəbul edilmir. Müzakirədə deyirik, nə baş verdi, niyə baş verdi, sən olsaydın bu vəziyyətdə necə davranardın, nə üçün baş verdi, başqa cür ola bilərdimi? Bu kimi suallar vasitəsilə uşaqların həm inandırıcı nitqini, həm kommunikasiya bacarığını, həm də uşaqlarda daha çox fikir mübadiləsi etməyi, ünsiyyəti formalaşdırmış oluruq. Bu bizim müzakirəmiz, müəllimlər. Yəni, müzakirədə açar sözləri bir daha təkrar edirəm. Baxın, ideyaların toplanması əqli hücum, ideyaların mübadiləsi müzakirədir. Qazandığı bilik və bacarığı təcrübə tətbiq edir, müzakirədir. Problemi təhlil edir, həll yolunu düzgün qərar qəbul edərək tapır, müzakirədir. Kommunikasiya müzakirədir, açıq sual müzakirədir. İnandırıcı nitq müzakirədir. Nə baş verdi, nə üçün baş verdi? Müzakirədir. Aydın oldu mu müəllimlər? Gəldik şaxələndirməyə. Şaxələndirmənin özünün 3 dənə adı var. Var şaxələndirmə, var klaster, var hörümçək toru. Üçü də eyni mənadadır. Və şaxələndirmə nədir desək? Şaxələndirmə müəllimlər. Tərbiyəçi müəllimə tərəfindən lövhədə bir dənə kart asılır. Tapmacadakı kimi kartı asırıq, amma kartın şəkilli tərəfi uşaqlara tərəf olur. Yəni, tapmacada kartın şəkilli tərəfi lövhə tərəfə doğru olur. Amma şaxələndirmədə artıq həmin şəkillə bağlı olan, daha doğrusu şəkil uşaqlara yönəlik, yəni uşaqlara doğru olur. Və həmin şəkildən başlayaraq biz şaxələr yaradırıq, yəni əlaqəli xətlərdən istifadə edirik. Deməli, birinci növbədə əlaqəli xətt bizim üçün açar söz mahiyyəti daşımalıdır ki, biz şaxələndirməni tapa bilək. Hansı ki, şaxələndirmənin burada yazılmayıb, amma sabah testdə görə biləcəyiniz məqamları var. 1. Sistemləşdirmə. 2. Ümumiləşdirmə. 3. Qruplaşdırma, sinifləşdirmə, sistemləşdirmə kimi sözləri gördünüzsə şaxələndirmə deməkdir. Uşaqlarda əyani sxematik təfəkkürü formalaşdırır, şaxələndirmə deməkdir. Daha çox məktəbə hazırlıq qruplarında istifadə olunur, şaxələndirmə. Daha çox öyrənməyə əyləncə qatır, şaxələndirmə. Köhnə biliyin aktivləşdirilməsinə şərait yaradır, şaxələndirmə. Hafizə psixi prosesinə dayanıqdır. Hansı ki, hafizəyə dayanıq 3 dənə iş üsulumuz var. Biri şaxələndirmədir, biri söz assosiasiyasıdır. Biri isə bizim tapmacamızdır. Baxın, bu 3 dənə iş üsulu hafizəyə dayanıqdır. Və bunlardan da biri şaxələndirmədir ki, köhnə biliyi aktivləşdirir və yeni biliklə əlaqə yaradır. Deməli, əlaqəli xətlər, köhnə biliyi aktivləşdirmək, öyrənməyə əyləncə qatmaq şaxələndirmənin əsas açar sözləridir. Bu da şaxələndirmə. Gəldik problemli vəziyyətə, müəllimlər.
Problemli vəziyyət isə daha çox 3 dənə açar sözlə yadınızda saxlayırsınız, daha artıq yox. Bu nədir? Birinci qayda T-T-Ü qaydasıdır. T-T-Ü nə deməkdir? Tənqid, təhlil, ümumiləşdirmə. Tənqid, təhlil, ümumiləşdirmə problemli vəziyyətdədir. Təhlil, təklif isə müzakirədədir. Tənqid, təhlil, ümumiləşdirmə problemli vəziyyət. Amma təhlil, təkliflərin qarşılıqlı mübadiləsi o müzakirədədir. Daha sonra problemli vəziyyətdə uşaqları qruplara bölürsünüz. Problemli vəziyyətdə uşaqlara işçi vərəqlərində işlər verirsiniz. Baxın, bu 3 dənə açar sözü var. Hansı ki, bundan kənara çıxmayacaqlar. 1. Tənqid, təhlil, ümumiləşdirmə. 2. Qruplara bölünmə. 3. Uşaqlar üçün işçi vərəqlərindən istifadə olunması. Bu da problemli vəziyyət. Oyunlar. Hansı ki, oyunlar işi sulu rollu oyunlar deməkdir. Rollu oyunlarda bayaq başda demişdim. Artıq uşaqlar bir növ mövcud vəziyyətə başqalarının gözü ilə baxırlar. Bayaqçında, yəni süjeti rollu oyunlarda öz gözləri ilə, amma artıq burada başqasının gözü ilə görürlər. Məsəl üçün, istənilən bir qəhrəmanı versəz, uşaq o situasiyaya, o vəziyyətə o qəhrəmanın gözü ilə baxacaq. Harda 3-6 yaşın rollu oyunlar iş üsulunda. Gəldik suallara. Suallar isə daha çox uşaqlarda idrak fəallığını artırır. Baxın, fəallıq sözünü 3 dənə yerdə işlətdik. 1. Sadəcə fəallıq, əqli hücum. Yüksək fəallıq, tapmaca. Suallarda isə idraki fəallıqdır. Deməli, fəallıq 1. Əqli hücum. 2. Yüksək fəallıq, tapmaca. İdraki fəallıq suallardadır. Sualların qoyuluşu tənqidi təfəkkürə yönəlik olur və suallar məntiqi ardıcıllığı gözləməklə, yəni suallar asandan çətinə, yəni diferensiallaşdırma, smartın A-sı, əlçatanlığı qorunaraq qoyulmalıdır, verilməlidir. Hansı ki, mən müəllimlərə sual verəndə birinci asandan başlayıb sual verməliyəm. Yəni, mürəkkəb bir sualdan başlamamalıyam. Bu da elə bir şeydir. Biz də uşaqlara sual verəndə əvvəlcə asan, sonra artıq get-gedə çətinləşdirməliyik. Yəni, sualların qoyuluşu məntiqidən tənqidiyə doğru olmalıdır. Məntiqi sadə deməkdir, tənqidi isə artıq əsaslandırmalara dayanan suallar deməkdir. Bu belə. Daha sonra suallar iş üsulunda, baxın, məntiqi ardıcıllıq deyirik. Bayaq nağıl etmədə isə sadəcə ardıcıllıq demişdik. Fikir verirsinizmi? Sadəcə ardıcıllıq aid olacaq bizim nağıl etməmizə. Amma məntiqi ardıcıllıq aid olacaq bizim suallarımıza. Və suallar həm açıq, həm qapalı ola bilər. Yalnız açıq müzakirə, həm açıq, həm qapalı suallar iş üsulunda özünü göstərəcək. Gəldik sonuncu iş üsulumuz. Söz assosiasiyası müəllimlər. Söz assosiasiyası da necə bir iş üsuludur? Bunu mən həmişə Piaget'in ilkin əməli mərhələsində assimilyasiya ilə akkomodasiya kimi əlaqələndirirəm. Belə bir şeydir də həqiqətən də. Məsəl üçün, uşaq əvvəlcə kompası görür və kompası saat adlandırır. Bu assimilyasiyaydı. Daha sonra müəllimə ona izah edir ki, saat zamanı bildirir. Kompas isə istiqaməti bildirir. Uşaq artıq beynində yeni bir sxem uyğunlaşdırır ki, kompas istiqaməti bildirirmiş, saat isə zamanı bildirirmiş. İndi söz assosiasiyası da ona bənzəyir. Necə? Məsəl üçün, mövzuya başlamamışdan qabaq bir fikir deyirəm. Həmin mövzu haqqında uşağın nə bildiyini və mövzunu mənimsədikdən sonra nə biləcəyini, belə deyək, aydınlaşdırıram. Məsəl üçün, deyirəm ki, kompas. Kompas deyən kimi uşaq avtomatik deyir ki, saat. Yəni, uşağın ağlına gələn ilk fikir. Buna deyilir söz assosiasiyası. Yəni, mövzunu mən izah etməmişdən qabaq, həmin mövzu ilə bağlı fikri uşağa ifadə edirəm. Uşaq həmin fikirlə əlaqəli nə bilirsə onu ifadə edir. Daha sonra mən mövzunu izah edirəm və mövzunu izah edəndən sonra artıq uşaq indi nə bildiyini anlayır. Yəni, neyniyir? Əvvəl nə bilirdim, indi nə bilirəm? Özünü müqayisəli qiymətləndirir. Hansı iş üsulunda? Söz assosiasiyasında. Və bunun sayəsində müəllimə də uşağı qiymətləndirə bilir ki, uşaq əvvəl nə bilirdi, indi nə bilir? Deməli, uşağın inkişafını izləməyə də şərait yaradır.
uşağın müqayisəli qiymətləndirilməsinə də şərait yaradır və tərbiyəçi müəllimə məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirə bilir. Uşaqlar isə öz inkişaf dinamikasını dərk edə bilir. Hansı iş üsulunda? Söz assosiasiyasında. Bu da belə müəllimlər. Bu bizim iş üsullarımız. İndi nə sualınız varsa verin, aydınlıq gətirək. Ümid edirəm ki, aydın oldu sizlər üçün. Hə. İndi suallarınız varsa deyin. Varmı suallarınız? Yoxdur. Əla. Siz sağ olun, Can. Siz sağ olun. Hər vaxtınız xeyir, Aydır müəllimə. Buyurun. Atacağım. İnşallah ki, dərsdən sonra atacağım, amma müəllimlər, hə, deyin. Siz sağ olun, Can. Hə, müəllimlər, suallarınız varmı? Amma videonu bəyənib, rəylər qismində rəy yazmağı da unutmayın, zəhmət olmasa, yaxşımı? Hər vaxtınız xeyir. Bəli, Can, buyurun. Eynidir, bəli, eyni iş üsuludur. Yox, eynidir. Harda verilib, Can o? Yox. Yox, müəllimə, yəqin ki, o nəsə hər hansısa bir başqa bir təlimçi yəqin yazılıb, amma Artinin mənbələrində eyni verilir və 10-15 dəqiqə vaxt əhatə edir. Yəni, yadınızda belə qalsın. Siz sağ olun. Bəli. Yəni, biz nağıl etmə iş üsulu kimi də, biz onu bədii təfəkkürdə belə deyək. Ən çox istifadə elədiyimiz üçün, bəli. Motivasiya. Hə, deyin. Yox, müəllimə, onu biz ona uyğunlaşdırmırıq da. İndi ona artıq hər yaş qrupuna uyğun onun rəqəmlərini dəyişdiririk. Məsəl üçün, 3-4 yaş qrupundan başlayır nağıl etmə. 3-4 yaş qrupunda, orta qrupda 20 dəqiqədir. Düzdürmü? Bəli, məşğələnin müddəti. Biz də bədii təfəkkürdə indi onu uyğunlaşdırırıq ki, məsəl üçün 5 dəqiqəsi motivasiya olsun, 10 dəqiqəsi dərk etmə, sonuncu artıq tətbiq etməsi bir 5 dəqiqə olsun və məşğələmizi tamamlaya bilək. Yəni bu formada onu biz özümüz Yox, ümumi müddəti yox, nağıl etmənin müddəti kimi verilir 15 dəqiqə. Amma siz onu öz məşğələnizdə artıq yaş qrupunuza uyğun olaraq, müvafiq olaraq, yəni uyğunlaşdırırsınız da, belə deyim. Yəni motivasiya hissəsinə ən azı bir 3-5 dəqiqənizi xərcləyirsiniz. Qalan hissəsində artıq nağıl etmə zamanı əvvəlcə nə edirsiniz? Şəkil vasitəsilə uşağın diqqətini cəlb edirsiniz. Artıq dərk etmədə onu danışırsınız, izah edirsiniz. Tətbiq etmədə də ola bilər ki, ya bir 3-5 dəqiqəlik rollu oyun kimi ya da boyama kimi verəsiniz. Siz sağ olun. Yox, ay müəllim, 10-15 dəqiqə motivasiya olsun da məşğələnin əsas hissəsi dərk etmədir və ora vaxt çatmır axı. Hə, yox. Oldu, Can, siz sağ olun. Müəllimə, əlavə suallarınız varmı? Müzakirə ilə bağlı, əqli hücumla bağlı, digər iş üsulları ilə bağlı suallarınız varsa verin, izah edeyim. Əslində mən fiziki mədəniyyəti izah edəcəkdim, amma onun yarısında gördüm vaxtımız az qalıb. Onu da inşallah video qeydini çəkib yerləşdirəcəm, söz verirəm ki, fiziki mədəniyyəti də qəşəng bir formada açar sözlər vasitəsilə sabaha biri günə videoya, yəni bu indi iş üsullarını yerləşdirdikdən sonra sizin necə deyərlər o performansınıza görə onu da inşallah yerləşdirəcəm ki, o da sizin üçün bir necə deyərlər, aydın olsun. Belə. Bəli. Hər vaxtınız xeyir. Buyurun. Aha. Ünsiyyət, kommunikasiya. Dinləmə bacarığı. Artırır. Kommunikasiya kimi versə, kommunikasiya bacarığı versə müzakirədir. Uşaqda dinləmə və söz ehtiyatının artması versə, bu artıq nağıl etmədir.
Bəli, bəli, lüğət ehtiyatının artması, söz ehtiyatının artması və dinləmə bacarığı və artıq nağıl etmədir. Amma kommunikasiya, yəni kommunikasiyanı sırf olaraq müzakirədə götürürük və kollektiv iş formasında götürürük. Yadınızda belə qalsın. Siz sağ olun. Hə, müəllimlər, suallarınız varsa verin. Hə, tamam. Elə vaxtımız varkən onu da izah eləyə istəyirsinizsə. Müəllimlər, müəllimənin bacarığını soruşur müəllimə. Onu da indi izah edəcəm. Deməli, müəllimlərin bilirsiniz də peşə bacarıqları var. Var kommunikativ, var qnostik, var konstruktiv, var təşkilatçılıq. Birinci növbədə bizim bacarıqlarımızdan konstruktiv bacarıq haqqında sizə məlumat verim. Baxın, konstruktiv bacarığı, ümumiyyətlə bu peşə bacarıqları artıq imtahanda sizin qarşınıza sual, situasiya formasında çıxmır. Çünki dövlət belə bir, necə deyim sizə, belə bir artıq özləri üçün strategiya uyğulayırlar ki, müəllimə əgər alt standartı bilirsə, inteqrasiyanı bilirsə, refleksi, rəyi, qiymətləndirməni, planlaşdırmanı, iş formasını düzgün cavablandırırsa, deməli müəllimənin konstruktiv bacarığı var. Yəni ona aid artıq əlavə sual əlavə etmirlər. Sizin birbaşa olaraq alt standartları biliyinizə, sizin inkişaf sahəsini olan biliyinizi yoxlayaraq sizin konstruktiv qabiliyyətinizi, bacarığınızı yoxlayırlar. Ona görə də konstruktiv bacarıq deyəndə müəllimənin birbaşa olaraq metodik bacarığı önə çıxır. Hansı ki, müəllimə metodikanı, alt standartı bilirsə, inteqrasiyanı bilirsə, müəllimə planlaşdırmanı düzgün, belə deyək, qurursa, qiymətləndirməni vaxtında aparırsa, daha sonra rəy verməni, refleksiyanı düzgün aparırsa, deməli bu müəllimənin konstruktiv bacarığı yerindədir. Konstruktiv bacarıq metodik hissə. Yadınızda qalsın. Konstruktiv metodik hissədir. Kommunikativ, hansı ki o valideynlər var, belə çığır bağırla gəlir. Ay müəllimə filan şey niyə belə elədiniz? Peşman şey niyə belə oldu? Artıq orada sizin özünüzü tənzimləmə bacarığınız varsa, mədəni davranış, etik davranış prinsipiniz varsa, tənqidi fikirləri qəbul edərək hər kəsə xoş sifətlə, xoş aura ilə onlara yanaşırsınızsa, xoş ünsiyyət vasitəsilə onlarla dialoq tapırsınızsa, həm pedaqoji kollektivlə, həm rəhbərliklə, həm uşaqlarla, həm də valideynlərlə bunu qoruyub saxlamağı bacarırsınızsa, deməli sizin kommunikasiya bacarığınız yerindədir. Var müəllimənin təşkilatçılıq bacarığı. Təşkilatçılıq da adından da məlumdur. Yəni deyir təşkil et. Nəyi təşkil edirik? Müəllimə gün rejimini düzgün təşkil edirsə, hansı ki fəaliyyətləri ardıcıl formada qurmağı bacarırsa, müəllimə əgər uşaqlara rol verirsə və hər rola uyğun uşağı seçə bilirsə, məsəl üçün bu gün aslan roluna bilirəm ki, qrupumdan hansı uşaq daha uyğundur. Deməli mən təşkilatçı müəlliməyəm. Gəzintini, ekskursiyanı, bayramı, tədbiri düzgün təşkil edirsə, deməli müəllimə təşkilatçı müəllimədir. Buna deyilir təşkilatçılıq. Var müəllimənin qnostik bacarığı. Qnostik müəllimənin peşəkarlıq və fərdi məsuliyyət prinsipinə əsaslanan bir bacarıqdır. Əgər bir müəllimə yeniliyə açıqdırsa, hansı ki yeniliyə açıq olmaq nə deməkdir? Yəni tutaq ki deyirəm, müəllimə daim öz üzərində iş aparır. Daim çalışır, axtarır, araşdırır, təlimlərə qoşulur, seminarlara qoşulur, yeni pedaqoji metodları öyrənir. Daim üzərində bir iş, pedaqoji yanaşmaları, Montessorini, Emilianı, Waldorfu, Frebeli, nəzəriyyələri Piaget, Vygotsky bilir və fəaliyyətində tətbiq edirsə, deməli müəllimənin qnostik bacarığı yerindədir. Yəni daim axtaran, araşdıran, çalışan, daim öz üzərində işləyən və daim öz həmkarlarının pedaqoji qabiliyyətlərini öyrənib öz təcrübəsində tətbiq etməyi bacaran müəllimə qnostik bacarığı olan müəllimədir. Əsas bunlardır. Yəni bunları bilsəz kifayətli qısa formada ifadə elədim. Testlərdə də əsas imtahanda yenə dediyim kimi, yəni belə bir strategiya var ki, daha çox sizin o bayaq qeyd etdiyim nüanslara əsasən bu bacarıqlarınızı yoxlayırlar. Amma bilirəm ki, quiz botlarda filan qarşınıza çıxır deyə bu sualı verirsiniz və bəzən bəzi təlimçilərin testlərində də çıxır. Amma yəni daha çox düşmür bu. İmtahanda 2 dəfə iştirak edən bir şəxs kimi deyirəm ki, imtahanda artıq bu mövzu çıxarılıbdır.
və daha çox üstünlük verilən mövzular sizin çərçivə sənədinizdə olan və bəzən də olmayıb, amma düşmə ehtimalı olan mövzulardır. Belə. Müəllimlər. Başqa sualınız varmı? Aha. Əla. Onda müəllimlər, inşallah ki, növbəti dərs qeyd etməmişdən qabaq, yəni dərsi təşkil etməmişdən qabaq qeyd edəcəm, qoşularsınız. Onda da sual-cavab edərəm sizləri və sual-cavab vasitəsilə daha da möhkəmləndirərik. Bir də ümumi olaraq YouTube kanalımıza yerləşdirəcəm. İnşallah Fevral qrupu ilə də, ödənişli Fevral qrupu ilə də dərslərimiz başlayacaq. Kimlər qoşulmaq istəsə, şəxsidə ad soyad qeyd etməyi kifayətdir ki, dərsləri bu formada, indi izah elədiyim formada açar sözlər vasitəsilə mənimsəsin və uğurlu nəticə üçün bir yerdə addımlayaq inşallah. Belə müəllimlər. Bəli. Aha. Şəxsidə yazın mənə can. Şəxsidə yazsınlar, mən əlavə edim. Aha. Yəqin limit də olubdu. Limit də olub yəqin ki. Hə, ola bilər ki 100 nəfərlik idi. Tamamca. Siz sağ olun. Nitqin fəallığı və zənginləşdirilməsi, onu da bir qısa formada deyim, ondan sonra yekunlaşdıraq. Nitqin fəallığı budur ki, uşaq var, bilir ki, tavan sözünü bilir, amma nitqində onu ifadə edə bilmir. Yəni hələ onu fəal nitqinə verməyib. Məsəl üçün deyirəm ki, Ayxan, tavan nədir? Yuxarını belə göstərir ki, yəni bu tavandır. Amma deyirəm, gəl indi onu deyək, demək istəmir. Çünki hələ onun o aktiv lüğət bazasında yoxdur. Yəni hələ fəallaşdırmayıb. Və bunun üçün biz uşaqlarla gündəlik olaraq o sözləri aktivləşdirməliyik. Məsəl üçün uşaqlar aşağı yaş qruplarında yeməyə nə deyir? Amma deyir. Suya nə deyir? Buva deyir. Biz artıq onlarda onu fəallaşdırmalıyıq. Məsəl üçün deməliyik ki, su, yemək. Artıq uşaq onu nitqində nə etməlidir? Yavaş-yavaş fəallaşdırmalıdır. Yəni biz bunu onlar üçün yaratmalıyıq ki, uşaq onu nitqində istifadə etsin. Ən çox danışmayan uşaqlarda valideynlər nə edir? Uşaq deyən kimi valideyn gətirir qabağına qoyur. Amma əslində elə olmalı deyil. Biz tələb eləməliyik ki, danış. Nə istəyirsən? Uşağın lüğətini biz aktivləşdirməliyik, yəni fəallaşdırmalıyıq. O danışmır deyə biz də deyən kimi onun istədiyini etməməliyik. Ona köməklik etməliyik ki, yemək, ya su, nə istəyirsən? Qoy uşaq yavaş-yavaş onu nitqində fəallaşdıra bilsin. Buna deyirik biz nitqin fəallığı, yəni sözlərin, kəlmələrin, cümlələrin nitqdə fəal şəkildə istifadə edilməsi. Nitqin zənginləşdirilməsi isə budur ki, mən gündəlik olaraq həm sinonim sözlərdən, həm də antonim sözlərdən. Sinonim eyni mənalı deməkdir, antonim əks mənalı deməkdir. Məsəl üçün, deyirəm ki, uşaqlar, bugün hava necə gözəldir, qəşəngdir, füsunkardır. Baxın, eyni cümlədə necə 3 dənə eyni mənalı sözdən istifadə etdim. Avtomatik uşağın lüğəti nə edəcək? Zənginləşəcək. Aydın oldu mu? Yəni daha çox lüğət ehtiyatının zənginləşdirilməsi deyəndə oxşar və əks mənalı sözlərdən istifadə etmək, buna deyilir nitqin zənginləşdirilməsi. Bu da belə müəllimlər. Bunu da aydınlaşdırmış olduq. İnşallah ki, növbəti də, nəsə demək istəyirsin? Aha. Süjeti rollu oyun birinci növbədə 1-3 yaşda oldu, rollu oyun 3-6 yaşda oldu. Süjeti rollu oyunda uşaqlar öz mövqeyindən baxdı məsələlərə. Məsəl üçün, öz anasını, öz atasını, öz nənəsini, öz babasını, öz müəlliməsini canlandırır. Yəni, daha çox görürsünüzmü, öz mövqeyindən. Amma rollu oyunlarda artıq başqalarının da gözü ilə baxır. Məsəl üçün, istənilən bir qəhrəman, istənilən bir mutik qəhrəmanı, yəni çizgi filmdən olan bir qəhrəmanı, istənilən bir personajı canlandıra bilir rollu oyunda. Çünki artıq uşaq məsələlərə başqalarının mövqeyindən də baxa bildi. Aydın oldu mu? 3-6 yaşda başqalarının gözü ilə baxmaq, 1-3 yaşda isə uşaq yalnız öz gözü ilə məsələlərə baxa bilir. Oyun qurmaq kimi hər ikisi yəni eynidir da, belə deyək. Uşaqlar hər ikisində rola girir. Sadəcə 1-3 yaşda daha çox özünü, məsəl üçün evdə anasını görür, gəlir anasını canlandırır. Evə gedir, müəlliməsini canlandırır. Amma 3-6 yaşda artıq bir Spider-Man-i görür, tutaq ki, deyirəm televizorda, gəlir onu canlandırır.
Aydın oldu mu? Yəni artıq tamamilə fərqli-fərqli istənilən qəhrəman, istənilən obrazı deyin, onu canlandıracaq 3-6 yaşda. Çünki uşaqda həm təfəkkür var, həm təxəyyül var, həm də artıq uşaqda yavaş-yavaş əyani obrazı təfəkkür formalaşmağa başlayır deyə o artıq bir növ neyniyir? İstənilən qəhrəman, istənilən obrazın cildinə daxil ola bilir. Artıq oğru ilə doğrunu ayırd edə bilir 3-6 yaşda, amma 1-3 yaşda hələ qanmır, dərk eləmir. Aydın oldu Sevdə müəllimə? Əla. Siz sağ olun müəllimlər. Onda inşallah ki, fiziki mədəniyyətdə söz vermişəm. Yəni izah edib atacağam. Sadəcə indi vaxta görə mən biraz çatdıra bilmirəm. Ona görə üzrlü sayarsınız, amma dediyim kimi söz vermişəmsə eləyəcəm. Sabaha birisi günə onu da çəkib YouTube kanalıma yerləşdirəcəm. Linkini də qrupunuzda paylaşacağam. Qoşularsınız, baxarsınız, fikirlərinizi yazarsınız ki, mənim üçün də xoş olur sizin fikirlərinizi oxumaq, sizin bəyənmələrinizi görmək. Həqiqətən deyirəm, bir təlimçi kimi mənim üçün çox böyük bir motivasiyadır ki, sizlərin hər dəfə orada xoş sözlərinizi oxumaq, ən azından mənə stimul verir ki, mən belə dərslərimi, belə videolarımı daha çox şəkildə YouTube kanalıma yerləşdirim və sizin üçün də faydalı olsun. Ona görə də hər birinizə, bütün like edənlərə, etməyənlərə, gözəl fikir yazanlara, yazmayanlara hər birinizə yenə təşəkkürümü bildirirəm ki, yaxşı ki varsınız. Yaxşı ki, sizləri tanıyıram və hər birinizi də tanıdıqca hər birinizdən mən çox şey öyrənirəm. Çünki hər birinizin məktəbə qədərə yanaşması tamamilə fərqlidir. Həqiqətən deyirəm, bu işi çox sevərək yerinə yetirən müəllimlərimiz var. O daha gözəldir, görürəm öz ödənişli dərslərimdə də buna şahid oluram ki, müəllimlər nə boyda, necə deyərlər, əmək sərf edir. Halbuki müəllimlərin maaşı göz önündədir, amma çox böyük əməklər sərf edirlər. Ona görə də ayrıca sizə təşəkkür edirəm ki, uşaqlara belə can yandırırsınız, onlar üçün belə çalışırsınız. Ona görə yenə deyirəm, hər birinizə təşəkkür edirəm. Çox sağ olun müəllimlər. İnşallah görüşərik. Sağ olun. Sağ olun.